Salam değerli şagirdler. Puzza'dan test 3A'dan sual izahına devam edirik. Birinci sualda sonsuza qədər vurma işarəsidirsə, eyni ədəd vurulursa sonsuza qədər və kökün dərəcəsi eynidirsə, bunun cavabını tapanda kökün dərəcəsini 1 azaldıram. 3 çıx 1. Buradakı ədəddə yazılır. Olur kök altı 16, yəni 4. Eyni şey 4-cü sualda tətbiq edəcəm. Amma burada bir şey diqqət edəcəm. Birinci bu 3 və 2 vurulur olur 6-cı dərəcədən. 2 kökün içərisinə girəndə olur 2'nin kvadratı vur 6 24. Bu eyni proses davam eləyir. 6-cı dərəcədən 24 sonsuza qədər. Bunu da tapanda yenə dərəcəni 1 azaldıram 5, 5-ci dərəcədən 24. C variantı. Bölümü olanda isə əgər eyni də sonsuza qədər bölməlisə, buradakı dərəcəni 1 artırıram. Ədəd yenə qalır olduğu kimi 3-cü dərəcədən 8, 2. Burada toplamadır və 7 verir. Buna diqqət edin. Əgər sonsuza qədər toplamadırsa, eyni ədəddirsə, kvadrat kökdürsə, qayda belədir ki, buradakı ədəd 2 ardıcıl ədədin, 2 ardışıq sayının çarpımı olur, hasili olur və onlardan böyüyü seçilir, cavab olur. Əgər burada cavab 7 olubsa, belə çıxır ki, bu ədəd 7 vur 6 imiş. 2 böyük seçilib, 7 eləyib. Üçüncü sual, eyni qaydan burada istifadə edəcəm. 132, 11 vur 12'dir. Böyüyü seçirəm toplama olduğu üçün 12. 42, 7 vur 6'dır. Çıxma olanda isə balacanı seçirəm. 12 bölü 6, 2. 6-cı suala baxaq. 6 tipli sualları həll edəndə sonsuza qədər bir təkrarlanma varsa, təkrarın hissə ilə cavab bərabər olur. Bunu kəsirlərdə də görmüşdük. Yəni, əgər ümumi cavab 2 verin bu ifadə ilə, bu ifadə eyni şeydir. Sonsuza qədər 7 3. Bura oldu 6. Olur kök altda x üstəgəl 3 üstəgəl 6 bərabərdir 6. Bunun kvadratını alsam x üstəgəl 9'dan 3 çıxır. 6'nın da kvadratı 36. X qardaşımız da 33. 6'nı yazıram 3 vur 2 uşaqlar. Demişdik toplama olanda böyük çıxır. Olur bu kök altda 19. Buradan çıxır 3. 16 çıxır eləyir 4. 10-cu sual. 10-cu sualda belə eləyə bilərik. Qoşmasına vurun bunu. 4 üstəgəl kök 12'yə vurun. Deməli, yuxarının qoşmasına vuranda bunu buna vuranda kökdən çıxır. Elə 4 üstəgəl kök 12. Burada bunu buna vuranda olur 16 çıx 12 4. 4 də kökdən 2 çıxır. Burada da uşaqlar 4'ü yazsam 4 üstəgəl kök 12'nin 2 kök 3 yazsam 2'yə böləndə olur 2 üstəgəl kök 3. 8-ci sual. Sonsuza qədər vurma gedir. Dedi ki, dərəcəni 1 azaldırıq. 3 çıx 1 16. Bu da eləyir 2-ci dərəcədən 16 4. Bayaqki qaydanın tərsi. Eyni ədəddir. Sonsuza qədər çıxırıq və kvadrat kökdür. Deməli, buradakı ədəd, buradakı alınan cavab x ədədi 2 ardışıq sayının çarpımıdır və onlardan kiçiyi 4'dür. Bu 5 vur 4'dür ki 4 olub cavab. Deməli bu 5 vur 4'də oldu 20. Bunu həll eləmək üçün də belə bir qaydadan istifadə edəcəm. Kvadratını da ala bilərəm. 2'yə vurub 2'yə bölə də bilərəm. Bir dənə 2'yə vurub 2'yə bölməni göstərim bu sualı. Bunu 2'yə vururam və 2'yə bölürəm. Bunu da 2'yə vururam və 2'yə bölürəm. Belə bir qayda var ki bu suallarda. Əgər kvadrat kökdür, kökün altındakı verilən köklü ifadədə kökün qarşısındakı ədəd 2'dirsə, bu ədədi vuruqlarına ayırıram. Elə ayırıram ki, vuranda 5, toplayanda 6 alınsın. Bu da 5 ilə 1'dir. Buradan çıxır kök 5, üstəgəl kök 1. Böl, bu 2 qalır, kökün içində olduğusunda kök 2. Çıx, eyni şey burada keçərlidir. Yine 5 vur 1 toplamları 6 ama çıxdı. Kök 5 çıx kök 1 böl 2 kök 2. Bu da olur kök 2 məxrəcində. Kök 5'lər gedir. Kök 1 çıx olduğu üçün üstəgəl 1 üstəgəl 1 2 eləyir. 2'ni də kök 2'yə böləndə kök altda 2. İndi o qaydanı burada görək. Elə eyni ədədlərdir. 5 vur 1 vuranda 5 toplayanda 6. Sadəcə burada 2 olması və bunların kvadrat kök olması kifayətdir. Kök 5 üstəgəl 1. Bunu o qayda ilə yazacağım. Yazıram 12 üstəgəl. Biz nə dedik? Buradakı ədəd 2 olmalıdır. İndi 2 deyilsə 6 nə deməkdir? 2 vur 3 deməkdir. 2'ni saxlayıram burada. Bu 3'ü içəri salıram.
3'ü içəri salanda 3'ün kvadratı 9, 3'ə vuranda 27. 27 də 9 vur 3 deməkdir. Kök 9 üstəgəl kök 3. Yəni 3 üstəgəl kök 3. C variantı. Buraya qədər asan gəlib bu test. Sonrasında baxaq görək necə olur. İndi baxın uşaqlar. Bu ifadə bizə nəsə göstərir. Nəyi göstərir? Bu kök x üstəgəl 1'in kvadratıdır. Hardan bilirəm? Kök x'in kvadratı x, 1'in kvadratı 1, hasillərin ikimisi. Kök 17 üstəgəl 1. Burada kvadratla kök gedir. Bu ifadə bu ifadəyə bərabərdirsə, deməli x'imiz elə 17'dir. Buna baxaq. Belə bir ifadənin A və B daxildə Z olanda bərabər olması üçün bir dənə ehtimal var. Çünki bu tərəfdə köklü ifadədir. Bu tərəfdə köklü ifadə yoxdur. Bunlar necə bərabər olsun? Bir variantda bərabər ola bilər. Bu 0 eləsə. Yəni A çıx B 0 olsa, başqa cür məsələn düşünün. Bu 5 kök 3, 3 kök 3 oldu. Çıxıram 2 kök 3 elədi. Bu kök eləyə bilməz. Axı deməli A çıx B 0-dır. A çıx B 0-dırsa avtomatik bu cavab da 0-dır. Deməli 2A çıx 5B bərabərdir. 0 olarsa -12. Buradan da görürəm ki A B-yə bərabərdir. Alınır 2A çıx 5A -12 -3A -12 A olur 4. A 4-dürsə B də 4-dür. Cəmləri 8-dir. Gəldik bura. Dördüncü dərəcədən, bunu belə yazsaq uşaqlar. Bu dördüncü dərəcədən bu ifadəni 2 dənə ikinci dərəcə kimi yazıram. Vay. Çünki bu 2 qaydasından istifadə edəcəm. 12 qardaşımızı da 2 vur 6 yazıram. Yazıram 17 üstəgəl 2. 2 qalsın deyə o qaydanı istifadə edə bilim deyə 6-nı içəri salıram. 36 vur 2, 72. Bu ifadənin son yazacağım, unutmasam inşallah. İndi bura baxın. Burada 72 9 vur 8'dir. Toplamları 17 eləyir. Deməli buradan çıxır kök 9 üstəgəl kök 8. Bu köklə işimiz yoxdur da. Buradan o çıxdı. Bu nə deməkdir? 3. Bu da 2 kök 2. Baxın yenə eyni qayda. Qayda nədir? Vuranda 2, toplayanda 3. Buradan da çıxır kök 2 üstəgəl 1. Bunu da en son bu ifadəyə vursaq, kök 2 çıx 1'ə, olacaq 2 çıx 1, yəni 1. 17-ci sual. 17-ci sualda bu köklərin dərəcələri bərabərdir. Mən burada nəyə diqqət eləməliyəm? Ən balaca. Ən balaca kökün içərisində ən balaca ilə hansıdır? Elə oldu. Z kiçikdir X, kiçikdir Y. On 15-ci sual. Bunu qoşmasına vururam yəqin. Görək eləmi başlayaq. Burada bir dənə də 4 çıx kök 7 var. Bu 2'yə vurmaqla eləsəm 8 çıx 2 kök 7 o da olar. Yaxşı. Birinci belə başlayaq. Bu ifadəni yazıram kök altda 8 çıx 2 kök altda 7 böl 2. Yəni 2'yə vurdum 2'yə böldüm. Və bayaqki qaydaya gəldik. Nə idi bayaqki qayda? Vuranda 7, toplayanda 8. Buradan çıxır kök 7 çıx 1 böl 2 kök 2. Bu ifadə buna bərabər oldu. İndi bununla bunu vururam. Vurmadı da. Elə bir-birinin tərsidir. Bunlar getdilər. Qaldı 4 üstəgəl kök 7. E variantı. 18-ci sual müqayisə istəyir. Kökün altına salıram uşaqlar. 12, 9'u 5'ə vuranda 45. 4'ü 7'ye vuranda 28. Deməli x kiçikdir, z kiçikdir, y. Buna baxaq. Dərəcələri bərabərləşdirək. 8, 4 və 2'dir bu. Bundan işim yoxdur. Bunu 8 eləyirəm. 2'yə vurdum. 2'nin kvadratı 4. Bunu da 8 eləyirəm. Olur 5 üstü 4. Buradan da görürəm ki, ən balaca x-dir. Sonra y-dir. Sonra z. 21-ci sual. Buna baxın, bu nə deməkdir? X üstü bunun kəsirlə yazanda 5 bölü 6 olur. Bu da x üstü 1 bölü 3 olur. Bu da x üstü 2 bölü 5 olur. Normalda hansı qüvvət böyük olsa o cavab böyük olar. Bu ədədlərə baxanda 6'da 5, bunların hamısını ortaq məxrəcdə 30'dan yazsam, 30'da 25, 30'da 10,
30'da 6'ya vuranda 12. Deməli, ən böyük hansı oldu? 30'da 25. A. Yəni, normalda A ən böyük olmalıdır. Amma 0 və 1 arasındakı ədədlərin qüvvəti böyüdükcə cavab kiçildiyi üçün A oldu ən kiçik, sonra oldu C, sonra oldu B. B variantı. 20-ci sual. Bunların tə yazıq uşaqlar. İndi biri 1 böl kök 5'dir. Normalda məxrəci mənfini qoyaq bir kənara düşünək. Negativin olmadığını düşünək. Paydası ən böyük olan y-dir. Yəni, əgər mənfilər olmasaydı, paydası ən böyük olan 1 böl kök 10 alınacaqdı ən kiçik cavab. Y ən kiçik olacaqdı. Sonra olacaqdı x, sonra z. Burada mənfi olduğu üçün, y ən böyükdür. Sonra x, sonra z. Yəni, z kiçikdir, x kiçikdir, y. Bizdən bunları müqayisə eləməyimizi istəyir. A üstəgəl kök 2. 2-dən kök 3 çıxıram. 2-dən kök 5 çıxıram. Yəni, əslində A və C göz qabağındadır. A və C-yə baxın. Elə bu da kök 2-dir. Hamısı göz qabağındadır. A nədir? 2 çıx kök 2. B 2 çıx kök 3. C 2 çıx kök 5. 2-2-dir də uşaqlar. Mən nə qədər böyük ədəd çıxsam, cavab o qədər kiçik alınacaq. Ən böyük hansıdır burada? Kök 5-dir. Deməli, mən kök 5 çıxanda cavab ən kiçikdir. C kiçikdir B, kiçikdir A. Bu da belə. Bunu müqayisə eləyək. Eləməyə çalışaq. İndi görək, buradan nətər eləyə bilərik ki, aydın görək ki, A, B, C-dən hansı böyükdür. Kvadrat almaq bir variantdır. O variantı yoxlayaq. A kvadrat 11 üstəgəl 3 14, bir də 2 kök 33. Yəni A kare, B kare 14 elədi. Bir də 2 kök 33. Burada B-nin kvadratı olur 14 üstəgəl 2 kök 45. C kvadratı olur 14 üstəgəl 2 kök 13. Belə çıxır ki, hansını vuranda azalınırsa o daha kiçikmiş. C kiçikdir 13 olan, sonra 33. A kiçikdir B. 24-cü sual. Yenə inşallah bunların kvadratları cəmi eyni alınır mı? 23 yox alınmır. 34. Bu 2 kök 5 böyükdür, bu 2 kök 2. İndi burada əslində suala belə yanaşmaq olar. Əgər çıxanda mənfi alınırsa, birindən digərin. Bu deyə bilərik ki, hansı böyükdür, hansı müsbət. Müsbətdirsə də digəri böyükdür. Yəni, məsələn, burada bir dənə baxın. A-dan B çıxanda A çıx B deyə düşünün. Alınır 2 kök 2, çıx 2 kök 5. İndi 2 kök 2, 2 kök 5-dən balacadır. Çıxanda mənfi alınır. A-dan B çıxanda mənfi alınırsa, deməli A B-dən kiçikdir. İlk olaraq A B-dən mütləq kiçikdir. A B-dən kiçikdir. Sonra A ilə C-yə baxaq. A və C. A-dan C-ni çıxıram. A çıx C olur 2 kök 2, 3 kök 2-dən 2 kök 2 çıxanda kök 2 çıx kök 5. Kök 2 çıx kök 5 də mənfidir. Deməli A C-dən də kiçikdir. B-dən də C-dən də kiçiksə, deməli ən kiçikləri A-dır. Qalır B ilə C-ni müqayisə eləmək. B çıx C deyə yazıram uşaqlar. 3 kök 5 çıx 2 kök 5 olur kök 5. Kök 2 çıx kök 2. B-dən C çıxanda bu alınır və bu müsbət ədəddir. Deməli B C-dən böyükdür. Deməli A ikisindən də balacadır. B C-dən böyüksə, deməli kiçikdir C, kiçikdir B. Yəni D variantı. Bu da bu testin və dərsin son sualı idi. Sağ olun şagirdlər.